Hazırda Konstantinivkaya aparan magistral yoldayıq. Ukrayna əskərləri bu yola nəzarət edirlər. Onların missiyası həm hərbi, həm də mülki nəqliyyat vasitələrini hədəfə alan dronları vurmaqdır. Bu magistral yol Donetsk vilayətindəki cəbhə xəttində ən təhlükəli marşrutlardan birinə çevrilib. Ukrayna hərbçiləri bu yolda əks dron bölmələri ilə patrul xidmətinə təzəlikcə başlayıblar. Çünki Rusiya zərbələri getdikcə daha çox bu yoldakı nəqliyyat vasitələrini hədəfə alır. Bu, həmin patrul xidmətinin nəticəsidir. Yol sözün əsl mənasında gilizlərlə örtülüb. Bunlar zirehli texnikanı və mülki avtomobilləri hədəfə alan Rusiya dronlarını vurarkən Ukrayna əskərlərinin atdıqları güllələrin gilizləridir. Bugün sakitlikdir, çünki duman var. Bu havada dronlar az olur. Bəli, az olur. Ya da çox yüksəkdən uçurlar və biz onları görə bilmirik. Günəşli və küləksiz havada isə daha çətindir, dronlar çox olur. Biz onları vurmağa və yolu qorumağa çalışırıq ki, hərbçilər silah, sursat və şəxsi heyəti daşıya bilsinlər. Dronlarının az fəal olduğu vaxtda dumanlı hava şəraiti yaradır ki, Ukrayna qüvvələri mühüm logistika tapşırıqlarını gerçəkləşdirsinlər. Konstantinivkaya aparılan yol indi belə görünür. Vaxtilə magistralı örtən antidron torlarından bəziləri mərmilərdən, digərləri isə külək və hava şəraitindən cırılıb. Bərpa edilməsi mümkün olmayan dağıdılmış nəqliyyat vasitələri burada qalıb. Bu dəfə yolda hərəkət daha canlanmış görünür. Əsas logistika marşrutu olduğu üçün bura bəzən həyat yolu adlandırılır və daimi dron hücumları altındadır. Bizim dron onu qarşılayır, vuracaq. Yaşasın! Qarşıda şəhərə giriş nişanı görünür, şəhərin adını göstərən hərflər isə yoxa çıxıb. İndi onu tanıdan yalnız abidə üzərində hələ də görünən Konstantinivkanın geribidir. Bura Konstantinivkanın kənarında yerləşən yaşayış məhəlləsidir. Buradakı evlər tamamilə dağıdılıb. Bir bina yenicə indirilmiş zərbədən sonra hələ də yanır. Demək olar ki, salamat heç nə qalmayıb. Konstantinivka Ukrayna ordusunun təchizatı baxımından strateji əhəmiyyət daşıyır. Şəhərdən keçən yol iki əsas logistika mərkəzinə, Kramatorsk və Slavyanska aparır. ABŞ-ın müharibənin öyrənilməsi institutunun məlumatına görə Rusiya qüvvələri əvvəllər Pokrovsk yaxınlığında uğurlu olmuş taktikalardan istifadə etməyə çalışırlar. Hücumların intensivliyi xeyli artıb. Gündə təxminən 70-80 dron uçuşu həyata keçirilir. Hər gün azı 20-30 hədəf vurulur. Möhtəşəm dostum. Risklərə baxmayaraq, şəhər yaxınlığında mülki şəxslərə hələ də rast gəlinir. Konstantinivkadan piyada gəlirsiniz? Bəli, piyada. Şəhərə qayıdacaqsınız? Mən təxliyə olunuram. Burada yaşayırsınız? Bəli. Gitməyi planlaşdırırsınız? Hələ ki yox.